Salam, bugün evdə hamının, xüsusilə də uşaqların heyran qalacağı tam adsız və hər şey yerində olan çiğ köftə hazırlayırıq. 2 xörək qaşığı şirin toz bibərin üzərinə 60 ml zeytun yağı və 3 xörək qaşığı naşərab töküb bibərin rənginin çıxması üçün kənarda gözlədirik. 2 ədəd xırda soğanı blenderdən keçirib tənzifin köməyi ilə suyunu sıxırıq. Qaba 2 su stəkanı incə bulgur, sıxılmış soğan və 2 diş sarımsaq əlavə edib 10 dəqiqə əlimizlə ovuruq. Ardınca 1 xörək qaşığı pomidor pastası və 2 xörək qaşığı biber pastası, duz, kimyon və qara istiot əlavə edib bulgur tam yumşalana qədər içinə 2-3 ədəd buz kubu atıb ovcumuzun içi ilə siniyə sürtərək 15-20 dəqiqə yoğururuq. Yağ, naçərab, şirin biber qarışımına limon şirəsi əlavə edib köftəmizi tam parlaq və vahid bir kütlə halına gələnə qədər 10 dəqiqə yenidən yoğururuq. Yoğurma zamanı kənarda qalan 60 ml zeytun yağını da hissə-hissə əlavə edib yoğurmağa davam edirik. Hazır olan qarışımı soyuducuda 20 dəqiqə dinləndirib əlimizlə klassik formasını veririk. Budur yumuşaq, ləzzətli və az acılı ev üsulu çiğ köftəmiz hazırdır. Videonu bəyənməyi və itirməmək üçün yaddaşa vurmağı unutmayın. İndidən hamıya nuş olsun.